Azərbaycan ədəbiyyatında üçləmələr seriyamız davam edir. Bu dəfəki mövzumuz belədir. Azərbaycan ədəbiyyatında 3 fırıldaqçı el arasında deyilmişkən 3 maşennik obraz sizin fikrinizcə hansılardır? Əvvəlcə tədris proqramımızı, yəni o dərslikdəki hissələri və miq imtahanlarına düşən əlavə hissələr də ola bilər. Onları bir gözünüzün qabağına gətirin. Üçləmənizi yazın, sonra keçək mənim siyahıma. Beləliklə, mənim üçün 3-cü yer Gəldiyevdir. Adam rüşvətxorluqla məşğuldur, orada fırıldaq, burada fırıldaq. Yəni, əsas fırıldaqçılardan biridir bizim proqramımızdakı. İkinci yerdə məncə Məstəri Şahdır. Məstəri Şah necə inandırıcı sözlərlə öz fırıldaqçılığını yürüdür. Araza dur desəm axarmı və yaxud da mənim hər hansı bir sözümə əməl olunmaya bilərmi? Divlər onun mütləq yerinə yetirirlər. Yəni aldadır cəmaatı, real şəkildə pullarını da alır. Onların cahilliyindən istifadə edərək. Birinci yerdə isə yəqin ki bu hamınızın siyahınızda olacaq Həmzə. Həmzənin də fırıldaqlarının çox şahid oluruq. Yəni o da çox hiləgər bir obrazdır. İstər Koroğlunu ilk dəfə görərkən özünü aparması, istər heç vaxt Qıratın ona tapşırılmayacağını düşünüb Düratı götürüb getməsi, nə olar deyib. İstər dəyirmandakı epizod, istər Hasan Paşa gəlib bunu çağırırlar, gəl bax görün bu Koroğludur. Bu da indicə Koroğlu'dan söhbət edib gəlir, əlin belə qoyur gözünün üstünə deyir. Bu atı ona kim verdi? Sizin başınız batsın deyir, eviniz yıxılsın deyir, nə deyir. Bax, özünü elə aparır ki, güya ki, heç bunun heç nəyə xəbər yoxdur. Yəni, o maşennikliyin kralıdır bu bizim proqramda olan obrazlar içərisində mənim fikrimcə. Görəsən sizin üçləməniz necə olacaq?